Salam əziz izləyicilərim. Bugün sizinlə qışa hazırladığım gözəl pomidor bağlamasını paylaşacağım. Deməli Qubaya getmişdik. Qaydanda yol üstü almışdıq bu pomidorları. O qədər gözəl pomidorlar idi ki, fikirləşdim hökmən bunları mən qışa bağlamalıyam. Pomidor tam yetişmiş idi. Qıpqırmızı, şipşirin, qabığı da namnazik idi. Ən çox xoşuma gələn əziz izləyicilər, bilirsiniz nə idi? Deməli pomidorların içərisində sərt ağ damar kimi olur, belə damar kimi də, ağac kimi. O hissələrin heç biri yox idi. Kəsəndə içi tam yetişmiş, qırmızı, ətli, tərtəmiz pomidor idi. Həqiqətən çox dadlı pomidor idi. Mən də düşündüm ki, belə gözəl pomidoru qış üçün saxlayayım. İndi pomidorları yaxşıca yuyub təmizlədim, gördüyünüz kimi və hazırlama qaydasını addım-addım sizə göstərəcəm. Deməli pomidorları yuyub təmizləyəndən sonra burada təmizləməsini çox təəssüf edirəm ki, pomidorların kötü hissəsini bıçaqla çıxardanda lentə alınmayıb, bilmədən olub. Mən fikirləşmişəm lentə düşüb, amma düşməyib. Pomidorların alt hissəsində kötü kimləri çıxardıram bıçağın ucu ilə. Ondan sonra həmən o çökək yerlər ki alınıb, həmən hissələrə duz əlavə edirəm. Yəni hərəsinə bir çimdik, belə deyək, duz və istiot əlavə edib ötürürəm sobaya. Sobaya ötürəndə əvvəlcə birinci listi ötürürəm sobaya, alt gözə. Bir damcı o bişəndən sonra yarı pişmiş verirəm sobanın üst gözünə, ikinci listi alt gözünə. Bax bu qayda ilə hissə-hissə pomidorları bişirirəm. Pomidorlar tam qızarandan sonra gördüyünüz kimi bankalara yığıram. Sonda da 1 çay qaşığı yarım və yarım çay qaşığı qədər istiot əlavə edirəm pomidora. Bu cür bağlayıram. Tam sıxmıram. Pomidorun deməli listdən yığandan sonra olur ki, bir banka dolur, ikinci banka yarımçıq olur da. Onun da ağzını elə belə örtürəm. Heç narahat olmağa heç bir səbəb yoxdur. Yəni ki, ay pomidorlar soyudu, ay birdən xarab olar, yox. İkinci list bişəndə gətirib onu elə bil burada gördüyünüz kimi yarı pomidorun üstünü təzədən doldururam. Pomidorları yığanda əzilsə də problem deyil. Yığandan da sonra listdən suyundan da əlavə edirəm bankalara. Yenə eyni qayda ilə duzunu, istiotunu əlavə edib qapağını bağlayıram. Burada qapağını elə belə bağlayıram, biraz keçir, ondan sonra möhkəm sıxıram. Yəni həmən elə bağlayan kimi möhkəm sıxmıram da. Belə bu cür bağlayıram, sonra biraz keçir, onları elə bil çay dəsmalı ilə tutub möhkəm sıxıram, o daha rahat olur. Burada pomidorların qabıqlarını çıxartmıram, yəni çıxartmaq da olar bişəndən sonra. Ona görə çıxartmıram ki, bu pomidor kababıdır. O həmən qızarmış hissələr ki var qabığında, o xüsusi dad verir. Elə bil ki, çox dadlı olur pomidor. Bayaq dediyim kimi də hələ belə pomidorlar. Ona görə qabığını da soymuram. Gördüyünüz kimi yığıram bankalara və sonda bu cür çay dəsmalı ilə ağzını sıxıram. Sıxandan da sonra burada bankaları əymək lazımdır ki, daha doğrusu orada suyu axmasın, damcıları dağılmasın. Elə olanda tam arxayın oluram ki, yəni bu pomidorlara heç bir şey olmayacaq. Əziz xanımlar, bu cür rahat, asan, əziyyətsiz pomidor bağlamağı sizə də tövsiyə edərdim. Yəni heç bir qazanda qaynadım, nə bilim 20 dəqiqə, yarım saat heç birini eləmirəm. Sadəcə kabab kimi sobada bişirib qablaşdırıram. Gördüyünüz kimi bizim pomidorlarımız hazırdır. İnşallah ki siz də bu qayda ilə hazırlayın, çox əziyyət çəkməzsiniz. İzlədiyiniz üçün təşəkkürlər.